Hörmətli izləyicilər, bugün sizə çox maraqlı bir mövzu haqqında söhbət açmaq istəyirəm. Mövzumuz ürəyin atım fraksiyasıdır və yaxud AF ya ingilis dilində EF deyilən bir parametrdir. Bu parametr ekokardiografiya zamanı həkim kardioloqlar tərəfindən təyin olunur. Mühüm bir faktordur ki, həm müalicəni, həm müalicə taktikasını, həm əlavə diaqnostik müayinələrin aparılıb-aparılmamasını müəyyənləşdirir. Və hər bir pasiyent, xüsusilə də əgər ürək damar xəstəliyi varsa, əgər koronar angiografiya olunubsa, stent qoyulubsa və yaxud koronar şuntlama əməliyyatı keçiribsə, ümumiyyətlə hansısa bir ciddi ürək xəstəliyindən şikayətlənirsə, həmin şəxslərdə mütləq qaydada ekokardiografiya aparılanda atım fraksiyası təyin olunur. Atım fraksiyası nədir? Biz hamımız çox gözəl bilirik ki, artıq ürəyimiz 4 kameradan ibarətdir. Üstdə olan 2 kamera, onlara biz qulaqçıq deyirik və aşağıda yerləşən 2 daha böyük nəhəng kameralardır. Bunlara biz mədəcik deyirik. Əlbəttə ki, ilk növbədə qan ürəyə gəldikdə qulaqçıqlara gəlir, üst kameralara və üst kameradan klapanların vasitəsilə aşağı alt kameraya keçir. Həmin aşağı kamerada olan qan daha sonra sağ tərəfdədirsə ağciyərlərə ötürülür, sol tərəfdirsə, yəni sol mədəcikdirsə bizim sistem qan dövranımıza, yəni bütün orqanlarımıza, toxumalarımıza paylanır və onların qidalanmasını təmin edir. İndi hesab edin ki, qulaqçıqdan bizim sol mədəciyimizə qan daxil olubdur və o qan sonradan mədəciyin yığılması hesabına aortaya atılır. Bax, o aortaya mədəcikdə olan bütün qan tam atılmır. Yalnız onun müəyyən bir hissəsi atılır. Yəni, o mədəcik yığıldıqda mədəciyin daxilində olan bütöv qanın yalnız təxminən normalda 50-70%-i aortaya atılır və aortadan digər orqanlara və toxumalara paylanır. Və bu 50 və 70% civarında olması bu normal hesab edilir. Lakin təəssüflə qeyd etmək lazımdır ki, ürək damar xəstəliyi keçirmiş və yaxud ürək xəstəliyindən əziyyət çəkən şəxslərdə atım fraksiyası deyilən bax bu parametr təəssüf ki, patoloji olur. Yəni, xeyli zəifləmiş olur. Bu da nə deməkdir? Əgər insan infarkt keçiribsə və yaxud hansısa virus xəstəliyindən sonra ürəyin əzələsi iltihablanıbsa, biz ona miokardit deyirik. Və yaxud genetik olaraq ya hansısa bir digər revmatik və s. xəstəlikdən sonra, o cümlədən ağır infeksiyon durumlarda ürəyin əzələsinin yığılma qabiliyyəti zəifləyibsə, o zaman həmin sol mədəcik, yəni 50-70% yox, özündə toplanmış qanın daha aşağı faizini aortaya göndərmiş olur. Belə hallarda biz buna deyirik azalmış atım fraksiyası. Bunun da öz ağırlıq dərəcələri var. Misal üçün 40-50% arası olduqda bu 1 ağırlıq dərəcəsidir. 30-40% arası olduqda daha nisbətən ağırdır və 30%-dan təəssüf ki, aşağı olan atım fraksiyalı pasiyentlər də var və onların əlbəttə ki, klinik durumu, ümumi vəziyyəti daha ağırdır. Azalmış və yaxud enmiş atım fraksiyası bu deməkdir ki, ürək yalnız 40%, 30% və ya 20% qanı aortaya ötürmüş olur. Halbuki normalda bu 50 ilə 70% arası olmalıdır. Və nəticə etibarilə bütün hədəf orqanlarına, bizim beynimizin özünə, ürəyin özünə, böyrəklərə, qaraciyərə, bütün ətraflara, əzələlərə cəmsi hər dəfə ürək vuranda 50-70% qan yox, cəmsi 40%, 20% ya 30% qan gedir. Bu da onların əlbəttə ki, tədricən zədələnməsinə səbəb olur. Atım fraksiyasının ona görə müəyyən edilməsi olduqca vacibdir. Çünki əgər atım fraksiyası aşağıdırsa, bunu həm pasiyent, həm də ki, həkim çox gözəl bilməlidir. Çünki bu həkimin müalicə taktikasını müəyyənləşdirir. Aşağı atım fraksiyası eyni zamanda ürək çatışmazlığı kimi də dəyərləndirilir. Yəni, o ürək çatışmazlığının bir parametridir, diaqnostik parametridir. Adətən 50%-dən aşağı olduqda biz həmin xəstələrdə ürək çatışmazlığının müəyyən dərəcəsinin olduğunu qeyd edirik. Və ürək çatışmazlığı varsa, onun müalicəsi və həmin xəstələrə təyin olunan dərmanlar çox spesifikdir. Çox önəmli dərmanlar var ki, o ürək çatışmazlığının daha da proqresivləşməsini, daha da pisləşməsinin qarşısını almağa köməklik göstərir və bir çox xəstələrdə hətta tədricən yaxşılaşmaya da gətirib çıxarır. Atım fraksiyası əgər həkim tərəfindən sizdə aşağı olduğu təyin edilibsə,
mütləq qaydada həkiminizlə mütəmadi konsultasiya aparmalısınız. Bir müddətdən bir atım fraksiyası təkrarən təyin olunmalıdır, monitorinq edilməlidir, nəzarətdə saxlanmalıdır. Əlbəttə ki, bu dərman terapiyası ilə yanaşı aparılmalıdır. Yaxşı, atım fraksiyası birdən çox yüksəkdir. Yəni 50-70% biz dedik normadır. Amma bəlkə kim desə atım fraksiyası 70%-dən yuxarıdır. Bu əlbəttə ki, çox nadir rast gəlinən bir fenomendir. Amma rast gəlinir. Əslində çox təhlükəlidir. Nə üçün? Bu o deməkdir ki, ürəyin ola bilsin ki, kamerası çox kiçilibdir. Yüksək qan təzyiqi səbəbindən ürək uzun müddət gərginliklə fəaliyyət göstərdiyi üçün ürək əzələsi getdikcə qalınlaşır və həmin xəstələrdə hipertrofik kardiomiopatiya da inkişaf eləyir. Bu xəstələrdə atım fraksiyası 70-70%-dən yüksək olur bir çox hallarda. Bu da özündə çox ciddi təhlükə daşıyır. Həmin xəstələr mütləq müayinə edilməlidir və hipertrofik kardiomiopatiya diaqnozu qoyulubsa, o xəstələrdə mütləq ya invaziv ya da ki, cərrahi müalicə də tələb oluna bilər. Nəyə görə? Çünki o xəstələrdə qan həcmi azalmış olur sol mədəcikdə və müəyyən mənada onlar gərginlik etdikdə, fiziki aktivlik artdıqda, ürək döyüntülərinin sayı artdıqda o xəstələrdə biz bir çox hallarda bayılmalar baş verə bilər. Hətta ürəyin aritmiyaları və ürəyin dayanmasını da biz müşahidə edə bilərik. Ona görə o xəstələrdə də mütləq tövsiyə edirik ki, öz kardioloqları ilə mütəmadi konsultasiyada olsunlar və müalicə taktikasına uyğun həkimləri ilə məsləhət etsinlər. Beləliklə, atım fraksiyası çox önəmli bir diaqnostik parametrdir və bütün pasientlərə tövsiyə olunur ki, ürək damar xəstəliyi varsa, o cümlədən ürəklə bağlı şikayətlər varsa və yaxud kimsə ilk dəfə idmana başlamaq istəyir və bir çox hallarda hətta o gənclərdə və uşaqlarda da tövsiyə olunur ki, idmandan əvvəl də və yaxud hansısa bir ürək xəstəliyi keçirdikdən sonra belə ekokardioqrafiya olunsun və atım fraksiyası müəyyən edilsin. Ümid edirəm ki, maraqlı oldu və faydalı oldu sizin üçün. Eyni zamanda ürək çatışmazlığı diaqnozu qoyulan bizim pasientlər üçün də atım fraksiyasını bilmələri olduqca önəmlidir.